Daha bir nəfər də azaldıq. Cəllabaddan olan qazimiz Pərviz bu gün uksuz içərək dünyasını dəyişib. Məlumata görə qazimizin əvvəllər 50-lik dərəcəsi olub, sonradan 50-liyin kəsiblər. Qazimizin çoxlu borcu yaranıb, elə məhz intiharın səbəbi də bu olub. Mən dəfələrlə deyirəm ki, intihar etmək, özünü öldürmək çıxış yolu deyil. Çalışıb səbirli olmaq və öz səsini müəyyən qurumlara çatdırmaq lazımdır. Ümumiyyətlə, bir qazi özünü öldürdü. Misal üçün, Cəllabadın icra başçısı neyəcək? Gələcək dəfn mərasiminə oturacaq orada və sonradan qıraqdan bir-iki nəfər deyəcək ki, qazinin psixoloji problemi vardı, intiharın səbəbi budur. Düzdür, Allah ömür versin Səmay anamıza, yəni Polad Həşimovun anasına. Onun gözəl bir sözü var. Deyir ki, qazi gedib torpaqları alanda, torpağı azad eləyəndə yaxşıydı, ağıllıydı. Gəlib öz haqqını tələb eləyəndə deyirlər, dəlidir, bunun psixoloji problemi var. Bir daha qazimizə Allah rəhmət eləsin, yaxınlarına səbir versin.